Çünki bu gözəl, təntənəli istirahəti bir üçün təşkil edirlər. Çox sağ olsunlar. Əziz müəllimlər, bəli, çox danışdılar müəllimlərin zəhmətindən. Müəllimlərin zəhməti danılmazdır. Müəllim adından yüksək ad yoxdur. Ulu öndərimiz demişkən. Bəli, müəllimin zəhməti heç vaxt danılmaz və qiymətsiz olmamalıdır. Çünki bütün igid əskərlərimizi, xalqımızın gözəl ordusunu, gözəl müəllimlərini, gözəl vəzifədə çalışan şəxsləri hamısı müəllimlər yetişdirmişdir. Müəllimlərin zəhməti çoxdur. Bu günü təşkil edildiklərinə görə mən öz adımdan, Quba rayon təhsil işçiləri adından bu təntənəli, bu gözəl istirahəti təşkil etdiyinə görə yenə həmən təşkilatçılara təşəkkür edirəm və bütün personal işçilərinə təşəkkürümü bildirirəm ki, onlar bizi bu bir həftə ərzində əziyyətimizi çox çəkiblər, bizə gözəl istirahət bəxş ediblər, pişiriblər, yediriblər, əziyyətimizi çəkiblər. Ən əsası da bu gecə o çay verən uşaqlara çox təşəkkür edirəm. Zəhmətlərin müəllimlərimizə halal eləsinlər. Çox sağ olun əziz müəllimlər. Mən çox şadam ki, bugün bir çox rayonlardan, Bakıdan, Lənkərandan, Göyçaydan, Sumqayıtdan, Qusardan özümə bu yaşda gözəl dostlar tapmışam. Onlarla tanış olmuşam. Bu çox xoşdur. Mənim kimi bütün müəllimlər belə gözəl, təntənəli istirahətləri arzu edirəm ki, həmişə təşkil etsinlər. Çox sağ olun mənə verdiyi söz üçün. Hər birinizə can sağlığı arzulayıram, əziz müəllim. Biz də sizə.